Salam dostlar, hamınızı xoş gördük. Bugünkü videomuzda biz bu gördüyünüz böyük prototip güc stansiyasını ətraflı incələyəcəyik. Güc stansiyasının modeli Fosibot F3600-dür və batareya tutumu 3.8 kWh-dır və onu da qeyd etmək istərdim ki, bu güc stansiyası mənim deyil, bir dostumuz üçün əldə etmişik, onun avtomobil qoşqusunda istifadə üçün və bir neçə aydan sonra real istifadə təcrübəsindən sonra bir videoda bəlkə hazırlayacağam. Bu real şəraitdə özünü cihaz necə aparır uzun müddətli istifadədən sonra bu barədə danışacağıq. Məni maraqlandıran əsas sual bu cihaz çoxlu çıxışları və yüksək tutumlu bateriyası ilə real şəraitdə hər hansı bir fövqəladə hal və yaxud da elektrik kəsintisi baş verdikdə evimizdə lazım olan cihazları işlədə bilmək iqtidarındadırmı? Bu suala cavab tapmağa çalışacağıq. Odur ki, vaxt itirmədən incələməmizə başlayaq. Getdik. İlk növbədə gəlin satıcının saytında olan digər modellərə də nəzər yetirək. Gördüyünüz kimi yarım kWh-dan tutmuş 1, 2 və 3.8 kWh-da fərqli çıxış güclərində olan batareya güc stansiyaları mövcuddur. Bu bizim əlimizdə olan F3600 Pro modelinin qiyməti təxminən endirim kuponu ilə bir yerdə $1800-dır. Bu da təxminən 3000 manat, 3200 manata başa gəlir. Üzərinə də bunun gömrük və kargo xidmətində əlavə etmək lazımdır. Bu model özü 3.8 kWh tutumu var, amma 2 dənə də əlavə batareya qutusu alıb, yəni içində invertoru olmayan, bunun ümumi tutumunu 11 kWh-a qədər artırmaq olur. Gördüyünüz kimi paketin üzərində fərqli parametrlər mövcuddur. DC çıxışlar, XT60 portunun və siqaret portunun parametrləri qeyd olunub. Çəkisi 42,5 kq-dır və burada da qeyd olunduğu kimi 2 ədəd əlavə batareya uzatmaq imkanı var. Şarj etmək üçün fərqli opsiyalar var. Kənardan şəbəkədən şarj etmək olur. Sürətli şarj imkanı var. Günəş enerjisi ilə şarj etmək olur. Və çıxışlarda da USB çıxışlar 18 Watt-lıq USB-A çıxışları, 20 Watt-lıq Type-C bir ədəd çıxışı və bir ədəd də 100 Watt-lıq Power Delivery ilə olan çıxışı var. İşləmə temperatur aralığı -10-dan -40 dərəcəyə qədərdir. Şarj temperaturu isə bu batareya texnologiyasında, litium dəmir fosfat batareya texnologiyasında 0 dərəcədən aşağı olmaz. Yəni bu prototip güc stansiyasını istər günəş paneli ilə, istər avtomobilinizdə və yaxud da normal olaraq evdə, şəbəkədən və yaxud da hibrid olaraq da şarj etmək mümkündür. Maksimum 2 kW, yəni 2000 Watt günəş enerjisi ilə şarj etmək olar. Həmçinin də fərqli günəş panellərini fərqli kombinasiyalarda qoşub şəbəkə ilə bir yerdə müəyyən bir şəbəkəyə limit qoymaqla da indi ona da baxacağıq. Bunu rahatlıqla şarj etmək olur. Bunu həmçinin də ev üçün və yaxud da mobil karavan üçün və s. UPS funksiyası kimi də istifadə etmək olur. Yəni çox qısa bir zamanda indi onu da videonun sonlarına doğru praktikada necə işləyir baxacağıq. Yəni bir neçə millisaniyə ərzində işıqlar sönəndə avtomatik özünün daxili invertoru işə düşür. Burada da qeyd olunduğu kimi görürsünüz 10 millisaniyə qeyd olunub. Invertoru işə düşür və demək olar ki, heç bir işıq kəsintisi olmadan enerji ilə təmin eləyir. Mobil əpi də var, ona da baxacağıq qısaca olaraq. İndi gəlin qutu üzərində nələr gəlir, buna baxaq. Üzərindəki bu aksesuar çantasının içində fərqli kabel növləri, başlıqlı növlər və həmçində bir ədəd fanar da mövcuddur. Çox funksiyalı fanar, fərqli rejimləri var və maqnetik olaraq stansiyanın üzərində xüsusi oyuq var, ora keçirilir. Bu gördüyünüz kabel MC4 və XT90 başlıqlı günəş şarj kabelidir. Növbədə IEC14 şarj kabeli şəbəkədən şarj etmək üçün, daha sonra isə avtomobildən şarj etmək üçün belə bir kabeldir. Kabellərin qalınlıqları və elastiklikləri olduqca yaxşıdır və bu avtomobil yandıran yerinin şarj alətinin içində də gördüyünüz kimi 20 amperlik bir əriyən qoruyucusu da var.
Stansiya üzərində gələn əsas aksesuarlardan biri də belə bir çox funksiyalı fanardır və fanarın özünün şarj kabelidir. Üzərindəki fanarı bu gördüyünüz Type-C portu ilə şarj etmək olur. Və fanardan əlavə də bu stansiyanı saxlamaq üçün, yağışdan, tozdan qorumaq üçün belə bir su keçirməz örtüyü də var. Son olaraq da istifadəçi bələdçisi həm stansiyanın özünün, həm də fanarın ayrıca bir istifadəçi bələdçisi var. Güc stansiyasının istifadəçi bələdçisində stansiyanın fərqli rejimlərindən tutmuş, üzərində olan aksesuarları, daha sonra hansı hissəsini necə aktivləşdirmək olar, deaktivləşdirmək olar, hansı funksiyasını, limitlər nə qədərdir, sonra günəş enerjisi ilə necə şarj etmək olar, şəbəkədən necə şarj etmək olar, hibrid rejimdə necə işləyir, UPS rejimində necə işləyir, daha sonra batereya ilə kənar batereya paketləri, belə deyək, pəkləri qoşub bunun tutumunu necə artırmaq olar, bunlar barəsində geniş izahat verilibdir. Açığı, normalda Çindən olan məhsulların istifadəçi bələdçiləri elə də düzgün tərcümə ilə qeyd olunmur, amma burada fərqli dillərdə çox normal bir ingilis dili ilə və digər dillərlə deyərdim ki, tərcümə olunubdur. Fanarın da özünün ayrıca bir istifadəçi bələdçisi var. Orada da daha qısa olsa da yenə də bütün parametrlər, işləmə rejimləri və s. hamısı dolğun şəkildə qeyd olunubdur. Fanarın üzərində əslində 2 ədəd fanar var. Biri bu gördüyünüz masaüstü fanardır. 3 fərqli rejimdə işləyir. Həmçinin də SOS siqnal rejimi var. Bir düymə ilə bütün rejimlərini idarə etmək olur. Uzaq məsafə fanarda fanarın belə deyək, cihazın arxa hissəsində şarj portunun yanında olan düymə vasitəsilə açılıb qapanır. Onun da yenə 3 fərqli parlaqlıq rejimi və SOS rejimi də var. Bu onu göstərir ki, hər iki lampa üçün, daxildəki hər iki LED üçün də eyni kontroller istifadə olunub. Fanarın işığı divarda gördüyünüz kimi tam dairəvi və kölgəsiz formadadır. Bu da dizaynın, yəni linza hissəsinin olduqca yaxşı dizayn olunduğundan xəbər verir. Maraqlısı isə budur ki, stansiyanın üzərində bir lampa yeri var artıq. Sadəcə bu cib lampası üçün də bir əlavə oyuq yerləşdiriblər. Düzdür, bunu simsiz şarj funksiyası olsaydı lap super olardı, amma o da arxada biraz daha enerji sərf eləyəcək. Ona görə sadəcə Type-C kabelindən, USB üzərindən şarj funksiyası var. Type-C kabelinə taxanda gördüyünüz kimi qırmızı rəng işıq yanır, tam dolanda isə mavi rəngdə işıq yanacaq. Bayaq aksesuarları açanda gördük ki, stansiyanın üzərini örtmək üçün, yəni uzun müddətli saxladığımız vaxtda, adi vaxtda işlərində örtmək olmaz, amma uzun müddət bir qarajda və yaxud da evdə saxlamaq istəyiriksə, onun üzərini örtürük ki, hava yerlərindən, ventilyasiya yerlərindən orada içərisinə çox toz, çirkab dolub, onun ömrünü qısaltmasın. Gördüyünüz kimi, olduqca belə şık formadadır və stansiyanı həm nəmişlikdən müəyyən qədər qoruyur, həm də əsasən tozdan qoruyur. Aksesuar çantasını stansiyanın üzərinə daimi bərkitmək üçün də kənarlarında bu tutacaq yerlərinə bərkitmək üçün belə bir bağlama yerləri də qoyublar ki, rahatlıqla stansiya ilə bir yerdə, stansiyanı harasa daşıdıqda elə aksesuarlar da onun üzərində möhkəm şəkildə qalsınlar. Stansiyanı artıq işə salıb, onun əsas funksiyaları ilə tanış olmaq olar. Bunun üçün qida düyməsini basılı saxlayırıq 3 saniyə və görürük ki, ekran işə düşdü. Ekranda əsas göstərici batareyanın faizidir, 25%-dir. Görürük ki, zavoddan bu formada gəlib. İndi isə stansiyanın necə daşına bilən olduğunu göstərmək üçün bu qolunu çıxardırıq. Görürük ki, rahat bir, bunu çamadan kimi bir daşıma funksiyası da var. Aşağısındakı təkərləri vasitəsilə. Düzdür, bunu düz səthdə eləmək məsləhətdir. Hansısa bir kələ-kötür zəmində eləsək, stansiyanın daxilinə, elektronika hissəsinə ziyan vermiş olarıq. Amma ən azından ev daxilində də rahatlıqla daşımaq olar. Altında da yenə korobkanın üzərindəki kimi
bütün parametrlər əks olunan bir etiketi də var. Stansiya, belə deyim, 43 kiloqrama yaxındır çəkisi aksesuarlarla bir yerdə. Bu sırf qolu var deyə təkərli çamadan kimi rahatlıqla ora-bura sürmək olur. Sürmək rahat olsa da, amma qaldırıb harası bir məsələn maşına və yaxud da karavana yükləmək biraz ağırdır deyərdim. Ona görə yaxşı olar ki, bunu 2 nəfərlə daşıyasınız. Stansiyanın ön tərəfində gördüyünüz kimi hissələrə bölünüb və hər bir hissəni ayrılıqda aktiv-deaktiv eləmək üçün düymələr var. Yuxarı hissədə USB portları, orta hissədə DC çıxış portları, ən aşağı hissədə isə dəyişən cərəyan, yəni AC çıxış portlarını idarə eləmək üçün ayrılıqda düymələr var. 3 ədəd dəyişən cərəyan çıxışı var. Bunlar da hər biri bir-biri ilə paralel şəkildə qoşulubdur. 240 volta qədər çıxış verə bilir, 3600 vata qədər, 50 Hz və yaxud 60 Hz regiondan asılı olaraq dəyişmək olur. Hər bir çıxış qrupunu aktivləşdirdikcə ekranda münasib simvolla aydın şəkildə göstərilir və fərqi yoxdur, hansı qrup aktivdir və yaxud da deaktivdir. Söndürəndən sonra hamısı default olaraq deaktiv formada işə başlayır. USB port hissəsində görürük ki, burada 2 ədəd USB-A sürətli şarj 3 protokolu, yəni Quick Charge 3, 3 ədəd Power Delivery 20 wattla və 1 ədəd də Power Delivery 100 watt gücündə olan USB çıxışları var. Stansiyanın arxa hissəsində isə belə bir əlavə isti ağ rəngidir. Yenə cib fanarı ilə eyni funksionallıqda bir daxili üzərinə quraşdırılmış lampası da var. Düyməni basanda rejimlərinin, parlaqlığın dəyişməsi və s. o da onu göstərir ki, yenə burada da eyni kontroller istifadə olunub. Bu orta hissədəki qapağın altında şəbəkə və sabit cərəyanla şarj portlarıdır və həmçinin qoruyucu avtomatı da var. Aşağı hissədə isə batereya genişlətmə portlarıdır. 2 ədəd bənzər ölçülü, bənzər tutumlu batereya genişlətmə cihazlarını alıb, buna taxıb tutumunu toplam 3 dəfəyə qədər artırmaq olur. Keçək testlərimizə. İlk növbədə USB portları test edirik və görək bunlar həqiqətən də sürətli şarj dəstəkləyirmi. USB-A portu görürük ki, 15 vata qədər qalxdı. Bu çox yaxşı haldır, yəni Quick Charge rejimində işlədiyini göstərir. Görürsünüz, fikir verirsiniz, 9.2 volt, 1.6 amper. Həqiqətən də sürətli şarjı bu port dəstəkləyir. USB-C portlara da baxaq. Məsələn, PD20 portuna. Görək, bu port həqiqətən də dediyi kimi yuxarı watt verə bilirmi? Görürük ki, 15 watt rahatlıqla verə bilir. Keçək PD100 portuna da baxaq. Bu portda yenə həmən qaydada, hətta daha yuxarı enerji ilə şarj edə bilir. Bütün portlardan axan ümumi enerjinin cəmini də biz ekranda görürük. Həmçinin nə qədər batereya şarj vaxtı qalıb, onu da göstərir. Type-C ilə şarj oluna bilən daha bir cihaz qoşaq, məsələn notebook və görürük ki, 60-65 vata qədər notebooku da problemsiz şarj edə bilir. İndi FNB58 USB tester vasitəsilə bütün portları test eləyək, avtodetek rejimində test eləyək, görək hansı şarj protokollarını dəstəkləyir. Görürük ki, Apple-ın, sonra Samsung-un, Huawei, sürətli şarj 2, 3 və s. protokolları bu USB-A portu dəstəkləyir. USB-C portu da həmçinin bu 20 wattlıq portdur. Görürük ki, Apple-ın, Huawei, Samsung və digər smartfonlar üçün olan protokolların hamısını dəstəkləyir. Maksimum görürük ki, 12 volta qədər çıxış gərginliyi verə bilir. Əsas bu ən çox çıxış gücü olan PD100 portunu da yoxlayaq. PD100 portu görürük ki, 105 vata qədər verə bilir.
Digər demək olar ki, mövcud, yəni bu məhsulun istehsal olunduğu vaxtda mövcud olan protokolları dəstəkləyir. Düzdür, hazırda 2026-da USB Power Delivery protokolu 240 vata qədər, yəni 48 volt 5 amperə qədər dəstəkləyir, amma bu standart 105 vatlıq USB portdur. Sadəcə USB kommunikasiya protokollarının qeyd olunmağı, yəni bu USB portların həqiqətən nə qədər çıxış vermə qabiliyyəti olduğunu çox da məlumat vermir. Biz bunun üçün elektronik yük vasitəsilə hər portun həqiqətən də maksimal nə qədər çıxış verə bildiyini, bundan əlavə qoruma rejimi varmı, avtomatik bu qoruma rejimi işə düşəcəkmi, bunları indi test etmək istəyirik. Bunun üçün USB trigger vasitəsilə, tester vasitəsilə çıxışı, USB-A portundakı çıxışı 12 volta ayarlayırıq ilk növbədə. Daha sonra isə elektronik yük vasitəsilə belə deyək, bu USB porta qoşulan yükümüzü get-gedə artırırıq. Hələ ki, görürük ki 18 vattda heç bir problem yoxdur, rahatlıqla USB portu enerji təminatı eləyə bilir. Bunu amperajı biraz da artıraq, yəni çıxışın yükünü biraz da artıraq. Kiçik-kiçik addımlarla artıracam ki, hansı halda, hansı addımda belə deyək, qırılma başlayır, onu aydın şəkildə görə bilək. Hələ ki 21 vattdayıq, biraz da artıraq. 22 vattda artıq gərginlik düşküsünü görürsünüz. USB kabelin 12 voltdan düşüb 11 volta. 2 amperdə xeylaq hardasa 1 volta yaxın gərginlik düşküsü yaranıb. Bunun üçün olmasın deyə gərək çox qalın kabel istifadə edək. 23 watt, 24 watta artıq çatanda görürük ki, gərginlik düşküsü biraz da artır. Və indi artıq limitdəyik və siqnallama başlamalıdır və başlayır da. Bu da USB portunun, belə deyək, avtoqoruma rejiminin olduğunu və etibarlı işlədiyini göstərir. Növbədə Type-C portlarını test eləməkdir. Bu gördüyünüz kiçik trigger modulu vasitəsilə Type-C portlarında fərqli gərginliklər təyin etmək olur. Standart olaraq normalda 5 volt təyin olunur, amma biz onu 9 volt, 12 volt, 15 volt və 20 volta qədər artıra bilirik. Çıxışa baxırıq, görürük ki 80 watt, 100 wattda problemsiz verir. 101 watt, biraz da artıraq, 103 watt, 105 watt və təxminən 106-107 watt civarında avtomatik qoruma rejiminə də keçdi. Bu cihazın beləliklə USB portlarına tam etibarlı şəkildə bütün USB ilə işləyən, şarj oluna bilən cihazlarımızı rahatlıqla, hətta ev şəraitində də etibarlı şəkildə şarj edə bilərik. Yəni qoruması var deyə buna etibar eləmək olar. Görürük ki, cihaz təzədən işə düşmür, çıxışdakı yükü götürmək lazımdır və yaxud da ayırıb təzədən qoşmaq lazımdır ki, cihaz modul yenidən bir start götürə bilsin. Təzədən 20 volta ayarlayırıq. Yenidən yükü artırırıq. Biraz gözləyə görə 100 wattı fasiləsiz verirmi? Yəni dayanmadan 105 wattı verə bilir. Cihazla elektron yük arasında biraz watt dəyərlərində fərq yaranır. Bu da yenə kabeldə yaranan gərginlik düşküsünə görədir. PD 20 watt olan çıxışı da buradaykən test eləyək. Burada da görürük ki, yenə qoruma rejimi burada da aktiv şəkildə işləyir. İndi DC çıxışları test eləyək. Burada bir ədəd 12 volt 3 amper DC çıxış var. Görürük ki, təxminən maşındakı kimi eyni voltaj verir. Maşında da akkumulyator sönülü olan halda adətən 13 volt civarında verir.
12 volt 3 amper 38 watt problemsiz verir. Biraz da artıraq. 50 watt. Görürük ki bu port baxmayaraq ki üstündə 12 volt 3 amper yazılıb, amma 12 volt 6 amperdəyik artıq. Təxminən 74 watt və rahatlıqla verir bunu. Görək qoruma rejimi nə vaxt aktivləşəcək. Təəccübləndirdi. Təxminən 100 wattda artıq aktivləşdi bu. Yəni kifayət qədər burada böyük ehtimalla bu iki port 12 volt 3 amper gördüyünüz bu DC jacklər vasitəsilə qoşulan iki port paralel qoşulub və hər birinə 12 volt 3 amper 12 volt 3 amper hesablayanda bunların cəmini toplayıblar. Biraz da orada müəyyən qədər əlavə yer qoyublar. Port qoruma rejiminə düşəndən sonra söndürüb yandırmaq lazımdır ki, təzədən çıxış aktivləşsin. İndi isə daha qısa və qalın kabellərlə, çünki amperaj burada daha yüksəkdir, XT90 çıxışı olan portunu da yoxlayaq. Üzərində 12 volt 25 amper qeyd olunub, amma görürük ki, gərginlik 13,6 voltdur. Biz elektron yükümüzdə amperajı, çıxışa qoşulan yükü, belə deyək, yenə addım-addım artıraq. Görək, 25 amperə qədər stabil enerji verə bilirmi və amperajı artırdıqdan sonra hansı anda qoruma rejimi işə düşür. Hələ ki 20 amperdəyik, təxminən 280 watt, 23 amper, 300 watt, 25 amper, 320 watt problemsiz verir. Amperajı biraz artıran kimi 26 amperdə artıq qoruma rejimi işə düşdü. Yəni burada da qoruma rejimi düzgün işləyir. İndi isə maşın şarj yerini də test eləyək. Gərginlik yenə eynidir. Böyük ehtimalla daxildən bunlar eyni DC-DC kontroller vasitəsilə, eyni regulyator vasitəsilə çıxışa qoşulublar. Görək burada nə qədər maksimal güc əldə edə biləcəyik. Normalda maşınlarda bu port, yandıran portu deyək buna, 10 amperə ayarlanıb. Daxildən çünki əriyən qoruyucu 10 amperlik olur. Amma biz burada görürük ki, artıq 12 amperdə də bu port qoruma rejiminə keçdi. 12 amper limitdir, amma 11 amperdə də bu port uzun müddət fasiləsiz, belə deyək, enerji təminatı eləyə bilir. Belə götürək, təxminən 130-135 vata qədər bu portdan enerji ala bilərik. İndi isə keçək dəyişən cəryan portlarını yoxlayaq. Bunun üçün belə bir şəbəkəyə qoşulan testerdən istifadə edəcəm. Gərginliyi görürük ki, 228 voltdadır. Biz testerimizin çıxışına elektrik uzadıcı vasitəsilə fərqli cihazlar qoşacağıq və yükü addım-addım artıracaq. İlk növbədə qızdırıcının bir hissəsini qoşuruq. Görürük ki, 650 watt enerji sərf eləyir. Burada bizim testerimizlə ekranda müəyyən qədər fərq var. Bayaqki testlərdə də yəqin ki, ona fikir verdiniz. Bu fərqin olmağı da modul daxilində ölçümü hardan apardığını göstərir. Misal üçün, inverter
invertora gedən enerjini ölçürüksə, orada invertorun özündə də müəyyən qədər elektrik enerji itkisi baş verir. Bu da ona görə müəyyən qədər burada watt dəyərlərində fərq yaranır. İndi yükü maksimal belə deyək limitə çatdırmağa çalışırıq. Bunun üçün elektrik qızdırıcını tam qoşmuşuq, çaydanı tam qoşmuşuq və isti hava fenini də qoşub biraz da yükü artıraq. Görək hara qədər burada biz limitləri belə deyək, hara qədər çatacaq və qoruma rejiminə keçəcəyik. Hazırda 3500 wattdayıq. Bu da normal bir təxminən 16 amperlik bir avtomatın evdə artıq atacağı bir vəziyyətdir deyərdim. Müəyyən qədər gücdə bir düşüş yaşanır. Watt limitinə çatanda görürük ki, amma 3.5 kilovatı rahatlıqla verə bilir. Fikir verin, enerji sürətlə azalmağa başlayır və bu işlətmə rejimində cəmi 10 dəqiqə bizə enerjimiz kifayət edəcək. Enerjinin davamlı, yəni yükün davamlı olması üçün çaydan düzdür tez-tez qaynayır, sönür avtomatik. Onu təzədən işə salıram. Açığı məni təəccübləndirdi bu. Yəni dəyişən cəryan çıxışının maksimal yükdə bu qədər müddət işləməyi, yəni 3.5 kilovata qədər problemsiz işləyir. Ondan sonra artıq görürsən ki, müəyyən qədər düşüş yaşanır. Bu düşüşü indi vizual şəkildə görəcəyik. Başlayaq təxminən 1500 wattla. Gərginliyə fikir verin ekranda. Yükü artırdıqca, limitə yaxınlaşdıqca görəcəksiniz ki, orada gərginlik düşküsü artmağa başlayır. Hazırda 2000 wattdayıq. Hələ ki, cəmi 1 volt düşkü yaşanıb təxminən. 3300 wattda hardasa 24-25 volt düşkü yaşanır. Təxminən görürsünüz, dəyişən cəryan 205 volt, hardasa düşdü, hətta 190 volta qədər. Lap yuxarı limitlərdə, belə deyək, 3 kilovatın üstündə müəyyən qədər gərginlik düşküsü yaranır. Bu da normaldır əslində, daxildəki kabellərdə və s. Gərginlik düşküsü var. Tam kifayət qədər yəqin ki, qalın deyil kabeli. Buna modulu, stansiyanı söküb içinə göz gəzdirəndə orada daha yaxından görəcəyik. Testimizdən əmin olmaq üçün dəyişən cəryan çıxışındakı yükü bir daha etap-etap artırdıq. Hazırda 3200 wattdayıq. 3500-ə qalxanda artıq fikir verin, gərginlik düşküsü yaranır. Yəni limitə çatmışıq demək olar. Rəsmi spesifikasiyasında cihazın 3600 watt olduğu göstərir. Onu da yəqin ki, çox qısa müddətlik o enerjini təmin edə bilər. Amma limitlərdə istifadə etməyi bu ehtimalın məsləhət deyil. Burada digər bir faktor da bateriyanın doluluq faizidir. Hazırda 14%dir. Demək olar ki, boşdur. Bunu yaxşı olar ki, 100%də qoşub təzədən sonra test edək. İndi çıxış yükü artıq olanda daxildəki soyutma fanları işə düşür, pərləri işə düşür. Bunun da nə qədər küy yaratdığına baxaq. Görürük ki, təxminən 55-56 desibel burada küylər yaranır.
Portativ güc stansiyamızın həm sabit cərəyan, həm dəyişən cərəyan qida çıxışlarına, güc çıxışlarına baxdıq. İndi isə güc girişlərinə baxaq. İlk növbədə bu gördüyünüz 300 Watt-lıq elastik günəş panelini yoxlayacağıq. Bu günəş paneli vasitəsilə stansiyamızı şarj etməyi yoxlayacağıq. İndiki şəraitdə panel balkonda və nisbətən də kölgəli bir şəraitdə olduğu üçün çıxış gücü tam da optimal səviyyədə deyil, amma bu bizim testlərimizə mane olmayacaq və stansiyanın şarj etmə qabiliyyətinin olduğunu burada əyani şəkildə görə biləcək. Görürük ki, panel təxminən 800 mA 35 volt, 36 volt istehsal eləyir. Bu da hardasa 30 Watt eləyir təxminən. Yəni öz nominal gücünün heç 10-15% belə eləmir. İndi amma görürük ki, bununla belə stansiya şarj eləməyə başlayır. Girişdə MPPT deyilən alqoritm var. Sırf günəş enerjisi ilə şarj olunan zaman bu işə düşür və bu yəni maksimal gücün izlənməsi, günəş panelində maksimal voltaj və amperaj dəyərləri ilə modul belə deyək oynayaraq maksimal güc nöqtəsini təyin eləyir və paneldən maksimum səmərəlilik əldə etməyə çalışır. Biz bu paneli hava şəraiti ilə yaxşı olmadığı üçün mən qida bloku ilə, laboratoriya qida bloku ilə simulyasiya etməyə çalışıram. Bunların günəş paneli ilə laboratoriya qida blokunun xarakteristikası fərqli olduğu üçün burada davranış tərzi də, modulun davranış tərzi də fərqli olur. Yəni onu mən tam burada simulyasiya edə bilmirəm. Xüsusilə də belə impulslu qida bloklarında bunu günəş panelini tam təəssüf ki, simulyasiya eləmək olmur. Amma yenə də görürük ki, 50 voltda təxminən 4 amper, bu da hardasa 200 Watt-a qədər enerji cihaza təmin eləmək olur, yəni şarj eləmək olur. Bu arada qeyd edim ki, maksimum 60 volt vermək olur panellərdən. Yəni bir neçə dənə günəş panelini ard-arda qoşursunuzsa, burada maksimal açıq şəbəkə gərginliyinə diqqət yetirmək lazımdır ki, 60 voltu keçməsin. Adətən belə deyim, standart panellərdirsə 2 ədəd paneli maksimum ard-arda qoşa bilərik. Amma bir neçə paneli paralel qoşub maksimal 2 kW-a qədər bura enerji ötürə bilərik. Buradan da görürsünüz ki, qida bloku ilə stansiya arasında bir anlaşılmazlıq yaranır və həm maksimum güc nöqtəsinə qalxır, sonra dərhal düşür, qalxır, sonra dərhal düşür. Bu da panelin simulyasiyası zamanı güc stansiyasının həqiqətən də maksimum güc nöqtəsini axtarıb tapmaq istədiyinin bir sözlə MPPT alqoritminin real halda işlədiyini göstərir. İkinci isə əsas giriş belə deyək, bu şəbəkə girişidir. Yəni 220 volt və yaxud da 230 volt şəbəkə girişidir. Bu giriş vasitəsilə biz stansiyanı sürətli şarj edə bilərik. Yəni stansiya həm günəş enerjisi ilə, həm də şəbəkə enerjisi ilə şarj eləmək olar. Biz stansiyanın üzərindəki bir düymə vasitəsilə də şəbəkədən aldığı enerjini limitləyə bilərik. İndi ona baxacağıq. Görürük ki, təxminən 2100 Watt civarında şəbəkədən enerji çəkmə qabiliyyəti var. Bunu amma əgər şəbəkədən 2000 çəkirsə, panellə birləşdirib əlavə də üzərinə 2000 vermək olmur. Yəni ümumi sistemin girişi 2000-dir. Bunun yarısını şəbəkədən ala bilər, yarısını paneldən ala bilər və yaxud da hava qaranlıqdırsa ancaq şəbəkədən ala bilər. Hava günəşlidirsə ancaq paneldən, yəni böyük ölçüdə paneldən ala bilər. Bunun üçün də gördüyünüz düymə vasitəsilə şəbəkədən aldığı enerjiyə limit qoya bilərik ki, şəbəkədən bundan artıq enerji almasın. Üzərində görürsünüz 400, 800, 1200, 1600 və 2200 Watt limitlər var. Bu testimizdə 400 Watt-a limitləmişik və görürsünüz ki, 440 Watt təxminən enerji şəbəkədən çəkir. Fərqli bir testerlə yenə ölçürəm ki, əmin olum. Çünki ekranda göstərdiyi 440-la, burada isə təxminən 460 göstərir. Bu da arada 20 Watt-ın böyük ehtimalla istilik olaraq sərf olunduğunu, deyək, arada dəyişən cərəyandan sabit cərəyana çevrilmə prosesində itki olaraq getdiyini bizə açıq şəkildə göstərir. Stansiyanı tam 0%-ə qədər boşaldıb, ondan sonra maksimal
şarj gücündə neçə saata dolmağını da test edirik. Gördünüz ki, 0%-ə qədər boşaltmışıq və indi şəbəkəyə qoşub nə qədər enerji çəkdiyini və neçə müddətə dolacağını bunun qeydiyyatını aparaq. Görürük ki, enerji sərfiyyatı, yəni şarj enerjisi get-gedə artır. Təxminən 2200 watt civarında dayanacaq. Və bu da stansiyanın maksimal şarj gücüdür. Orada da super şarj olduğu qeyd olunubdur. Litium batareyaların və hətta elektrik maşınların da batareya şarj xarakteristikasından da bilirik ki, maksimal şarj gücü batareya dolana yaxın anlarda artıq get-gedə aşağı düşür və burada da onu ekrandan görə bilirik. Get-gedə şarj gücü azalır. Batareya 100% tam dolanda və bir nöqtədə artıq şarj prosesi tam dayanmış olacaq. Görürük ki, şarj prosesi tam dayandı və indi testlerimizin ekranında da görürük ki, bu proses təxminən 3 saat çəkib və 3.8 kWh-lıq bir batareyanı doldurmaq üçün hardasa 4.3 kWh enerji sərf etmişik. Növbəti maraqlı testimiz dəyişən cəryan çıxışlarına osiloqrafda baxmaq olacaq. Osiloqraf baxmaq üçün belə gördüyünüz gərginlik bölücü rezistorla giriş gərginliyini 10 dəfəyə qədər azaltmışam ki, osiloqrafın qida girişində hər hansı bir zərər verməsin. Bundan əlavə də osiloqrafı gördüyünüz kiçik blok stansiyası ilə işlədirəm ki, şəbəkəyə heç bir bağlılığı olmasın. Daxili inverter təxminən 140-150 millisaniyə gecikmədən sonra görürük ki, təmiz sinus dalğaları verməyə başlayır və heç bir qırılma, heç bir modifikasiya olunmuş impulslar və s. yoxdur və bu da çıxışın yaxşı filtrləmə, süzgəcləmədən keçdiyini bariz nümunəsidir, göstəricisidir. İndi buna normalda yük qoşulmayıb, amma bir yük qoşub yükün altında sinus dalğaları öz formalarını dəyişirmi? Buna da baxaq. İlk növbədə qızdırıcı element və istifenlə bu testlərimizə başlayırıq. Təxminən 1700-1800 watt civarında görürük ki, sinus dalğaların formalarında hər hansı bir distorsiya, hər hansı bir forma dəyişikliyi yoxdur. Yükümüzü biraz da artıraq. 2000 watt, 2200 watt, təxminən 3000 watt, 3200 watt heç bir forma dəyişikliyi yoxdur. Sinus dalğalarında heç bir forma dəyişikliyi olmaması çox təqdirə layiq bir haldır. Yəni bu stansiya məni bir daha təəccübləndirdi. Normalda əvvəllər öyrəşdiyimiz Çin məhsullarında elə də keyfiyyət biraz aşağı qalırdı, amma son illərdə görürük ki, xüsusilə Çinin bu texnologiya sahəsindəki inkişafı bu məhsulların keyfiyyətinin artımında da, yəni deyilən spesifikasiyanı verməyində də özünü belə göstərir. Bu testləri bir daha təkrar edirəm, sırf əmin olmaq üçün ki, həqiqətən də funksionallıqda, yəni hər hansı bir spesifikasiyadan yayınma yoxdur. Sinus dalğalarının xüsusilə formalarında hər hansı bir dəyişiklik yoxdur. Ona görə sistemi bir daha və maksimal gücdə yenə yükləməyi yoxlayacağam. Bunun üçün əlavə bir dənə də isidici cihaz qoşacağam. Bayaqki testimiz yadınızdadırsa batareya vəziyyəti təxminən 15-20% civarlarındaydı, amma indi isə 95%-dədir batareyanın doluluğu. Bu da müəyyən qədər öz fərqini göstərəcək. İstifenimizi qoşmuşuq. Görürük ki, 3100 watt çəkirik. Sinus dalğaları öz inverterin çıxışı öz formasını qoruyur. Gərginlikdə müəyyən düşkü biraz hiss olunur, təxminən 1-2 volt. 3500 wattdayıq artıq. Gərginlikdə hələ düşkü yoxdur. Biraz da yükü artıraq. 3500-ü keçən kimi artıq gərginlikdə görürük ki, təxminən 20 volt düşkü yaşanır. Yəni, baxmayaraq ki, bunun kitabçasında qeyd olunub 3600 watt, amma yəni 3600 watt verməyinə sadəcə gərginlik müəyyən qədər düşəcək aşağı, tam 230 voltda onu saxlaya bilmir. Stansiyamız bu ağır testdən də uğurla keçdi və qoyulan investisiyanın həqiqətən də düzgün və uğurlu olduğunu bir daha sübut etdi.
Növbədə UPS funksionallığının testidir. Bunun üçün şəbəkədən gələn enerjini ani olaraq ayırırıq və oscillograf ekranında dəyişən cəryan çıxışının daxili inverterə keçidini, orada keçid nöqtəsini görəcəyik və bunun nə qədər müddət aldığına yaxından baxaq. Bu təxminən görürük ki 10-11 millisaniyə civarında çəkir və bu da həqiqətən spesifikasiyada göstərilən məlumatdan üst-üstə düşür. Görürsünüz ki, cəmi sinusun yarı hissəsi bir aşağı qolu yoxdur və növbəti perioddan sonra, yəni arada bir period, yarı period itib, növbəti yarım period isə qaldığı yerdən davam edib. Bunu bir daha yenə simulyasiya eləyək. Bir daha yenə görürük ki, burada hətta daha sürətli indi baş verdi proses. Yəni 1/4 period ərzində bu keçid baş verdi. FFT, yəni Fourier transforma metodu ilə də burada dəyişən cəryan çıxışında, inverter çıxışında tezliyin necə paylandığına da baxırıq. Görürük ki, həqiqətən də 50 Hz-dir və əlavə hər hansı bir parazitik küylər və s. yoxdur burada. Yəni olsa da belə çox aşağı səviyyədədir. Yəni təmiz sinus siqnalımız var. Bəzi ölkələr var ki, məsələn Braziliya, Kuba, Səudiyyə Ərəbistan, Cənubi Koreya və s. orada şəbəkə gərginliyi 220-230 volt, amma şəbəkə tezliyi isə 60 Hz-dir. Bunun üçün də burada bir funksiya var, hansı ki inverter düyməsini yandırandan sonra, işə salandan sonra 3 saniyə basılı saxlayıb, orada şəbəkə tezliyini 50 Hz-dən 60 Hz-ə qaldırmaq olur. Bu da cihazın ən azından 220-230 volt şəbəkə gərginliyi olan ölkələrdə bütün dünya üzrə satışına icazə verir. Bu əlavə funksionallığı da məncə düşünülməkləri yaxşı bir haldır. Təbii ki, bu güc stansiyasının test videosu onun daxilinə açıb sökə bildiyimiz qədər, heç bir destruktiv işlər aparmadan sökə bildiyimiz qədər içinə baxmasaq, bu video tam sayılmaz. Ona görə də ilk növbədə üst qapağını açırıq. Görürük ki, qapağın içində çoxlu plastik gücləndiricilər var. Bunlar konstruktiv olaraq mexaniki plastikə daha çox güc vermək üçün bir dizayn mexanizmidir. Arı pətəyi formasında içinə verirlər adətən. Bu isə çox yaxşı bir təcrübədir. Daxilində də görürük ki, alüminium dirəklər var, hansı ki bu üst hissəni gövdəyə bağlamaq üçündür. Gövdə özü yarı plastik konstruksiyadır. Əsas özək hissə inverterdir, sonra bütün elektronik platalardan, hansı ki həm sabit cəryan konverteri, həm dəyişən cəryan konverteri, yəni inverter, hamısı bu metal hissədə yerləşir. Batareyalar isə silindrik batareyalardır, ən alt hissədə yerləşirlər. Ön paneldə də görürük ki, bir neçə plata var. Əsas ekran olan və DC çıxışlar olan plata yuxarıda gördüyünüz T şəklində olandır. Aşağıdakı orta hissələrdəki platalar isə daha kiçik ölçülü. Oradan isə 12 volt 25 amper və 12 volt 10 amperlik çıxışlar idi. Bunlar da özləri görürsünüz ki, JST konnektorlarla yuxarıdakı DC-DC konverter platasına bağlanıbdır. Hamısı XT60 və XT30, XT90 bu tip hansı ki dronlarda istifadə olunan konnektorlardan istifadə olunub. Bundan əlavə kabellər hamısı silikon kabellərdir. Elastiklikləri, qalınlıqları kifayət qədərdir və üzərləri də yanmayan materialla bağlanıbdır. Yəni həm o mexaniki zədədən qoruyur, həm də hər hansı bir yanğın hadisəsi baş versə yanmadan qoruyur. Görürük ki, burada ESP32 də modulu var. ESP32 C3 mini modulu. Bu isə platanın, yəni əsas kontrollerin Bluetooth və Wi-Fi funksionallığını öz üzərinə götürür. Görürük ki, maşın yandıran hissəsi də kifayət qədər yaxşı bağlanıb. İndi isə gəlin girişlə çıxış arasında torpaqlama əlaqəsini qoşaq. Bu qoruyucu funksiya daşıyır. Əgər evinizdə və yaxud da şəbəkədə qoruyucu torpaqlama 3-cü pin varsa,
torpaqlama əlaqəsi bu modula qoşulan cihazlara da ötürüləcək. Bu isə təqdirə layiq bir haldır. Girişin torpaqlama pinində də yenə görürük ki, girişlə gövdə arasında torpaqlama əlaqəsi var. İndi isə gəlin batareyalar haqqında danışaq. Burada istifadə olunan batareya növü litium dəmir fosfat 4035 gövdəli silindrik batareyalardır. Bunlar EVE Energy şirkəti tərəfindən istehsal olunub. Əsasən elektrik maşınlarda və yük maşınlarında və s. istifadə üçün nəzərdə tutulub, amma yəni litium dəmir fosfat batareyaları bir çox tətbiq sahələri var. Litium-ion batareyalarından nisbətən enerji sıxlıqları biraz az olsa da, amma onlardan qat-qat daha təhlükəsiz batareyalardır. Bu da ev şəraitində istifadəni daha əlverişli edir. Batareya bankı daxilində 16 ard-arda qoşulmuş batareya var və hər ard-arda qoşulmuş hissədə isə 6 dənə paralel, yəni toplamda 96 batareya var bunun daxilində. 16 dənə ard-arda qoşulmuş batareyalar belə deyim litium nominalı 3.2 volt olduğu üçün toplamda bizə 48 voltluq bir sistem verir və 80 amper saatda tutumu var. Bu gördüyünüz isə BMS moduludur. BMS modulundakı üzərində rezistorların sayıyla da təxmin etmək olar ki, burada neçə ədəd batareya modulu var. Ümumi batareya paketi gövdəsi 16S6P konfiqurasiyasında qurulub və hər banka düşən tutum 80 amper saat olduğu üçün ümumilikdə 51,2 volt litium dəmir fosfat nominalı 16 ədəd batareya üçün ard-arda qoşulmuş. Bu bizə 3840 watt saat ümumi tutum verir. Bu hissədə, aşağı hissədə də bayaq xatirinizdə dedim, dəyişən cəryan çıxışı hamısı böyük ehtimalla paralel qoşub, bu bir daha onu sübut edir. Arxa hissəsində də görürük ki, yenə bütün əlaqələr, həmçinin plata üzərində lazımi qoruyucular, düzdür, bu qoruyucu, əriyən qoruyucular elə də rahat yerdə deyil və rahat dəyişdirilə bilən, çıxarıb taxıla bilən soketlərdə deyil. Amma yenə də onların belə olması və nisbətən avtomobil üçün istifadə olunan detallar olması onu gələcəkdə hər hansı bir problem olanda rahat dəyişdirilə bilən eləyir. Bu isə DC-DC konverter hissəsidir və inverterin bir hissəsidir. Bu sırf inverterin çevirici hissəsidir, çıxış hissəsi. Burada IGBT tranzistorları və onların kullerlərini görürsünüz. Ümumi daxili konstruksiyası məndə çox müsbət təsir bağışladı. Yəni hər şey səliqəli yığılıb, bütün kabellər lazımi yerlərdə üzəri izolyasiya ilə qorunubdur, elastik materialla, silikon bənzəri materialla möhkəmləndirilibdir. Gördüyünüz kimi vibrasiyaya qarşı bütün böyük həcmi olan, çəkisi olan komponentlər hamısı fiziki zərbələrə qarşı və s. Dözümünü artırmaq üçün qorunması yaxşıdır. Həmçinin də soyutması, ventilyatorlar, pərlər bir tərəfdən havanı içəri doğru vurur, bir tərəfdən də havanı çölə doğru. Ümumilikdə 4 ədəd pər ventilyatoru var bunun üzərində. Stansiyanın yığılma keyfiyyətinə həqiqətən söz ola bilməz. Xüsusilə də kiçik detallarda bu özünü göstərir. Məsələn, elə götürək bu torpaqlama əlaqəsində görürük ki, hər bir hissəyə torpaqlama əlaqəsi necə lazımdır gövdəyə bərk edilib. Ümumi batareyanın çıxışında inverterin girişinə, DC-DC konverterin girişinə gələn əlaqə sırf metal xətlərlə aparılıb kabel əvəzinə. Bu da həmin cəryan axırını daha rahat eləmək üçün itkiləri, düşüşləri, bu gərginlik düşküsünü azaltmaq üçün atılan bir addımdır. Təəssüf ki, güc stansiyasını daha da zədələmədən sökə biləcəyim yer bura qədər idi. Bunu artıq daha sökə bilmirəm. Ona görə də geriyə yığıb digər funksiyalarına, xüsusilə də mobil app funksiyasının necə işlədiyinə və s. funksiyalara baxaq. Mobil tətbiq təəssüf ki, nə App Store-da, nə Google Play Store-da yoxdur və
bir yönləndirirlər belə bir sayta, oradan özün yükləməlisən APK variantını və telefona quraşdırmalısan. Bu yəqin ki, bir neçə müddət sonra öz həllini tapacaq və App Store-dan birbaşa rəsmi versiyasını yükləmək olacaq. Appin adı bu arada Bright EMS gedir. Bu belə görünür ki, bir çox istehsalçılar bu appdən istifadə edir, öz cihazlarına uyğunlaşdırırlar. Fossibot da eyni addım atıb. App bir neçə məlumat istəyir, həmçinin location məlumatları və s. istəyir. Bu da biraz yaxşı hal deyil. Amma bütün bu icazələri, mən əsas telefonumu bunun üçün işlətmədim, köməkçi telefonumu işlətdim. Yenə də bütün icazələri verəndən sonra app işləməyə başlayır. Bluetooth vasitəsilə və yaxud da Wi-Fi vasitəsilə mobil güc stansiyamızla əlaqə qura bilirik. Biz burada Bluetooth əlaqəsini seçdik ilkin olaraq. Və icazəni verəndən sonra cihazı tapır. Daha sonra cihazı əlavə edirik. Cihaza bir ad təyin edirik. İlkin əlaqə biraz gec qurulur, amma növbəti dəfələrdə isə daha tez qurmaq olur. İndi Wi-Fi şəbəkəsinə bağlanırıq. Bunun vasitəsilə də uzaqdan, hətta lokal şəbəkədən yox, qlobal şəbəkədən də bunu açıb qapamaq və s. funksiyalarını idarə etmək olacaq. İndi əsas pəncərəyə daxil olaq və burada bütün parametrlər, güc çıxışlarının hansı aktivdir və nə qədər sərfiyyat var və s. bu məlumatları görmək olur. Ekranda göstərilən məlumatlar bir növ burada da öz əksini tapıb və hansı DC qrupunun çıxışı, hansı aktivdir və yaxud da deaktivdir, onu buradan idarə etmək olur. Hər bir enerji çıxış qrupunu, məsələn USB olsun və yaxud da 12 voltluq çıxış olsun, həmçinin dəyişən cəryan çıxışı olsun, aktivləşdirdikdə yuxarıda bu animasiyada dərhal peyda olur. Bu da bizə vizual olaraq nəyin işlək olduğunu, nəyin qapalı olduğunu göstərməyə, deməyə imkan verir. Həmçinin kənardan enerji mənbəyi qoşulanda da bu yuxarıdakı animasiyada vizual olaraq bizə göstərir. Hətta arxa tərəfindəki isti ağ rəngi LED lampanı da buradan idarə etmək olur. İndi isə mobil tətbiqin tənzimləmələr bölməsində bu cihazın hansı konfigurasiya dəyişiklikləri eləmək olar, gəlin ona baxaq. İlk növbədə adını dəyişmək olur. Yəni bu Bluetooth axtaranda cihazın adı necə peyda olsun, onu buradan təyin eləmək olar. Burada hər hansı bir ad verə bilərik. Burada elə də vacib bir şey yoxdur. E-mail adresi burada yazmaq olar. Düymələri basanda səs çıxartsınmı, çıxartmasınmı bunu aktivləşdirmək olar. Burada əsas vacib bir məsələ enerji menecmenti. Burada bateriyanın doluluq və boşalma faizlərini buradan dəyişmək olur. Bunun vasitəsilə də bateriyanın ömrünü uzatmaq olur. Adətən 20%, 80-85% arasında bateriyanı doldurub boşaltmaq ən məsləhət görünən versiyadır. Bunu yalnızca burada yox, istənilən litium ion və yaxud da litium dəmir fosfat texnologiyalı cihazda, bateriyalı cihazda bu tip şarj metodundan istifadə etməyi məsləhət görürəm. Bu elektrik maşınlarda da belədir, smartfonlarda da belədir, bu güc stansiyasında da belədir. Burada bateriya intervalını, boşalma intervalını təxminən 15%, doluluq intervalını isə, limitini isə 90% qoyacağam. Bununla da təxminən 3 kWh enerji əldə eləmiş olacaq bateriyadan. Artıq elə də lazım deyil. Bu limitin olmağı bateriyanın ömrünü bir neçə il artıracaq.
Şarj parametrlərinə baxaq. Burada məsələn səssiz şarj rejimi var. Onda nisbətən gücü azaldır. Tam gücü də şarj eləmir. Həmçinin vaxtlar təyin etmək olar ki, günün hansı saatlarında şəbəkədən enerji çəksin. Məsələn, evinizdə günəş enerjisi quraşdırılıbsa və günorta saatlarında artıq enerji varsa, bunu qurmaq olar ki, günün orta saatlarında, məsələn, saat 11-dən saat 5-ə qədər, axşam 5-ə qədər sırf batareyanı şarj eləməyə başlasın. Burada günəş panelini də həmçinin təyin etmək olur ki, MPPT parametrlərini daha tez sazlaya bilsin. Funksiyonallıqlar çoxdur. Gördüyünüz kimi həm neçə saat yanılı qalsın, neçə saatdan sonra avtomatik sönsün, sonra USB hissəsi neçə saat, nə qədər müddət yanılı qalsın, avtomatik sönsün. Bu kimi parametrləri dəyişmək olar. Hətta elə eləmək olar ki, hansı çıxışı aktivləşdirdinsə, o çıxış daim aktiv qalsın, heç vaxt sönməsin. Bu da sırf məsələn evdə UPS funksiyonallığı və s. Hər hansı bir fövqəladə hal olduqda cihaz daim işləyə qalması üçün bunları daim aktiv saxlamaq olar. Şəbəkə konfiqurasiyasından da yenə Wi-Fi əlaqəsinə baxa bilərik. Buradan həmçinin tətbiqin firmware versiyasını, yəni proqram təminatı versiyasını yoxlayırıq. Görürük ki, son versiyadadır. Güncəlləməyə, yeniləməyə bir ehtiyac yoxdur. İndi cihaza şəbəkədən enerji verək. Görək bu zaman özünü mobil tətbiqdə necə aparacaq. Görürük ki, şəbəkənin enerji daxil olması burada özünü göstərir. Yəni şarj prosesini həm burada qeyd edir, həm də hansı çıxışın aktiv olduğunu bizə vizual olaraq göstərir. Əgər dəyişən cəryan çıxışını da aktivləşdirsək və ora hər hansı bir cihaz qoşsaq, bu zaman cihaz özü, yəni güc stansiyası özü keçir bypass rejiminə. Yəni kənardan şəbəkə gələn enerji birbaşa bizim qoşduğumuz cihaza, yəni istifadə üçün qoşduğumuz cihaza axmağa başlayır. Həm də batareyanı şarj edir. Yəni batareyadan enerji istifadə olunmur kənara çıxış üçün. Həmçinin də, yəni burada inverter belə deyim, işə düşmür. Burada vizual olaraq bunu görə bilərsiniz. Ani olaraq elektrik kəsintisi olduqda, şəbəkədən məsələn işıqlar söndükdə və yaxud da indi burada yuxarıda sol küncdə günəş panelini də solğun şəkildə göstərilib. O da günəşdən də enerji gəldikdə onu da birbaşa DC şəbəkəyə ötürür. 220 volt girişdə hər hansı bir kəsilmə olduqda bu bypass rejimi deaktiv olunur və təxminən 10 millisaniyə ərzində inverter işə düşür və bizim cihazımıza kəsintisiz olaraq elektriklə təmin etməyə davam edir. Bayaq osiloqrafla elədiyimiz təcrübəni, yəni elektrik şəbəkəsindən ani kəsilməni burada biz vizual olaraq da görürük. Görürük ki, bypass rejimindən birbaşa inverterin aktiv olma rejiminə keçir və kəsintisiz dəyişən cəryan çıxışı öz işinə davam edir. Mən hesab edirəm ki, bu stansiyanın yeganə çatışmayan funksiyası sırf bu üst hissədə bir simsiz şarj lövhəsinin olmamasıdır. Bura mən də özüm əlavə eləyirəm göstəriş üçün, amma o hissəyə bir orta güclü bir simsiz şarj lövhəsi inteqrasiya eləyib, mobil telefonları, simsiz şarj dəstəkləyən təbii ki, mobil telefonları burada şarj eləmək rahatlıqla mümkün olardı. Son olaraq onu qeyd edim ki, Fosibot F3600 Pro modeli bənzər tutumlu güc stansiyaları ilə müqayisədə qiyməti aşağı olmasına baxmayaraq olduqca yaxşı yığılma keyfiyyəti və maraqlı funksiyaları mövcuddur. Yəni parametrlər spesifikasiyasında göstərildiyi parametrlərin demək olar ki, hamısını layiqincə verə bilir. Bu güc stansiyasının tutumu olduqca çox olduğu üçün bunu əsasən kemperlərdə, yəni qoşqularda və yaxud da qeyri-stabil elektrik şəbəkəsi olan bölgələrdə, evlərdə, bütün evin
elektrik ehtiyacını müəyyən bir müddət ödəmək üçün istifadə etmək olar. Həmçinin UPS funksiyasının olması çox böyük avantajdır ki, bundan da serverləri və yaxud da ofislərdə UPS funksionallığından da istifadə etmək olar. Həmçinin sahədə işləyərkən tutalım, məsələn, hansısa bir kiçik qaynaq aparatı və yaxud da laqonda, drel və s. işlədərkən də mobil ustalar deyək buna, bunu sahədə işlədə bilərlər. Digər bir tərəfdən günəş enerji əgər evdə istifadə etmək istəyirsinizsə və bir neçə panel qoyub ümumi gücü 2000 vata qədər olan bir günəş paneli sistemi qurub onu bu cihaza bağlayıb və evdə olan bir çox cihazları off-grid şəbəkə rejimində bununla işlətmək olar. Bugünlük bu qədər. Ümidvaram bu ətraflı incələməmizi bəyəndiniz. Lazımi linklər açıqlama bölməsində qeyd olunacaq. Əgər hər hansı bir sualınız varsa və yaxud da nəsə bir təklifiniz varsa, şərh bölməsində qeyd edə bilərsiniz. Hələlik bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək. Sağ olun.